zəifi, yıxılanı, kasıba qohum deyil. Bir balaca imkanı olan adama qohumuq biz. Ata qurban kəsir, böyük bir od qalıyır, ocaq qalıyır. Deyir ki, mən bu qurbanı pişirək, dost tanışımızla, qohum əqrabə ilə, qonşularımızla yeyək. Qızına deyir ki, mən yandırıram odu, boynu kəsirəm, sən də qohum əqrabanı, qonşunu, dostlarımızı çağır, gəlsinlər bu qurban ətindən yesinlər. Qız da bağıraraq deyir ki, ey əhali, ey məni eşidənlər, ey duyanlar, evimizdə yanğın çıxıb, gəlin kömək eləyin, yanğını söndürək. O əvvəllər o yeməyə gələn nə dostlar, nə qohumlar, nə qonşular, heç biri gəlmir. Tamamilə yad insanlar gəlir, gəlir görür ki, qurban kəsibdilər, yemək var. Ata neysə bunları yola salandan sonra qızına deyir ki, ay qızım, gələnlərin içində heç bizim qohum əqrabamız, dostlarımız bu günə qədər belə deyək də bizim o süfrənin başında olanlar yox idi axı. Qızın gözləri dolaraq atıya deyir ki, ata, o qohum, o əqraba, o dost tanış bizi odun içinə atanlardır, alova tərk edənlərdir. Pis gündə sahib çıxan yoxdur. Yaxşı gündə hamı gələcək.